Mehman Hüseynovdan bəzi adamlar deyir, deyirdim Mehman Mehribanın adamıdır. Deyirdim. Və deyirdim Mehman petuqdur. Deyirdim. Belə şeylər deyirdim. Mən buradan yenə deyirəm. Mehmanın ya qabilin petuq olmağı, olmamağı kiməsə lazım deyil. Bugün Avropada 4 trilyon üdeyimi olan devletlər var. Onların başında duran qadındır və yaxud petuqdur. Xalqı dolandırmaq, xalqa xidmət eləmək lazımdır. Bu birincisi. İkincisi, qaldı Mehmandan hər zaman bütün ölkə Mehriban Əliyevanın əlindədir. Bir gündə bir nazirin 3 dənə villasını Azərbaycan biri o başındadır, biri başında çəkilsə, bu elə bir adam olanmazdı. Bəli, şübhələr var idi. İndi görürsünüz, deyəcəksiniz ki, ya bəylərin adamıdır, ya Ramiz Mehdiyevin, ya kiminsə adamıdır. Dəxli nədir? Hamısı da dolayısıyla Mehribanın adamıydı da bu birincisi. İkincisi, yaxşı mən Mehman Hüseynovla həmən vaxtı dalaşmasaydım, həmən vaxtı bir-birimizi yeməsəydik, dalaşmasaydıq, Mehmanı Azərbaycandan buraxaşıydılar. Mehman, mən sənə qardaş desəm, səni Azərbaycandan buraxardılar mı? Gözəl sualdır. Gözəl sualdır. Ona görə də vaxtında söhbətimiz olub. Amma sən efirdən də etiraf edirsən ki, mən nə Petiyəm, nə Mehribanın adamıyam, nə İlhamın adamıyam. Mən xalqın adamıyam, xalqdan çıxmışam və biz, yenə deyirəm ki, əsas hədəf İlham Əliyevdir. İlham Əliyev, onun sistemi. Mən sizə söz verirəm ki, hər həftə bu seriallarla göstərəcəm ki, İlham Əliyev sistemi necə idarə edir. İlham Əliyev bütün məmurları nə ilə əldə saxlayır? Məmurlar nədən çəkinir? Nə ilə hədələnir? Hamısını araşdırmışıq. Bizdə hər şey var. İlham Əliyevin bizdən oyun oynamaq istədi. İlham Əliyevə oyun oynamağı necə lazımdır? Onu göstərəcəyik. İlham Əliyevə şantaj necə olur? Hədə qorxu dili necə olur? Ona göstərəcəyik. Artıq göstərmişik. Ona görə də bax belə efirləri bəyənin. Bütün həqiqətləri danışan blogerləri dəstəkləyin. Siz dəstəkləyəndə bilin ki, bizim işlərimiz də yaxşı gedir. Bilin ki, İlham Əliyev də başa düşür ki, xalq bu adamları dəstəkləyir və yuxusuna haram qatır. Ona görə də biz son sözümüzü biz deyəcəyik.